Azərbaycanla Belarus arasında münasibətlər bu gün ən yüksək xəttlə inkişaf edir. Özəlliklə 2024-cü ildə Minskdə Azərbaycanla Belarus arasında yol xəritəsinin imzalanması 2025-2026-cı illər üçün Azərbaycan-Belarus münasibətlərini daha da inkişaf etdirmək və növbəti bir mərhələyə daşımaq məqsədi ilə imzalanıbdır. Və 2025-ci ilin 1-ci rübündə iki ölkə arasındakı ticarət dövriyyəsi əvvəlki illərə nisbətdə daha da artaraq 100 milyon ABŞ dollarını keçibdir. Həmçinin bugün Belarus Ağdamda kənd təsərrüfatı sahəsində müxtəlif layihələrdə iştirak edir və daha əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfəri fonunda işğaldan azad edilmiş ərazilərdə olubdur, oranın potensialı ilə tanış olubdur və həmçinin Belarus bir neçə dəfə Azərbaycana dünyada tanınan Belarusun istehsal etdiyi kənd təsərrüfatı sənayesinə aid olan maşınları ölkəmizə hədiyyə edibdir və təbii ki, Azərbaycan-Belarus münasibətlərinin siyasi, iqtisadi və ticari mənada yüksələn xəttlə inkişaf etməsi fonunda Belarus baş nazirinin ölkəmizə səfəri baş nazir Əli Əsədovla apardığı müzakirələr Azərbaycan-Belarus münasibətlərinin hazırki mənzərəsindəki uğurları ehtiva edir. Eyni zamanda Belarusda imzalanmış yol xəritəsinə uyğun olaraq bu ilin sonu və 2026-cı il ondan sonraki dövrlər üçün iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsini özündə əks etdirir. Belarus və Azərbaycan təkcə kənd təsərrüfatı sənayesi sahəsində deyil, hesab edirəm ki, bir çox sahələrdə də əməkdaşlığı dərinləşdirəcəkdir. Bugün Azərbaycan Belarusdan müəyyən məhsullar ixal edir. Eyni zamanda Belarus Azərbaycan məhsullarını öz bazarlarında yayır və təbii ki, rəqəmləri daha da artırmaq iki ölkənin əsas hədəflərindən biridir. Bu da region üçün çox böyük və müsbət bir töhfədir.